Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa çempionu olan Yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanan idmançıları və onların məşqçilərini qəbul edib. Today Press TV xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında qalib gələn güləşçilərimiz aprelin 30-da dövlət başçısının qəbulunda olublar. Prezident milli komandanı qələbə münasibəti ilə təbrik edib. Bu qələbə bizim hamımızı sevindirdi. Bir daha Azərbaycan güləşçiləri göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bugün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir. Bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu əlbəttə ki, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Dövlət başçısı vurğulayıb ki, güləşimizin böyük ənənələri var və bu ənənələr nəsildən nəsilə ötürülür. Tanınmış idmançılarla yanaşı gənc güləşçilərimizin də uğurları məşq prosesinin və seleksiyanın düzgün qurulduğunu göstərir. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə idmançıları. Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman ümumiyyətcə cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər əlbəttə ki, hamımızı sevindirir. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur, amma idmanda hər şey mümkündür. Əsas odur ki, qələbə əzmi idmançılarımızda çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. İlham Əliyev Azərbaycan idmanının uğurlarının dəyişməz olduğunu, daim inkişaf etdiyini bildirib. Federasiya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Vaxtilə bugün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını mən özüm izləmişəm. Həm Bakıda, həm olimpiya oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax, belə nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. O bölgələrdə gənc idmançıların cəlb olunması, olimpiya kompleksləri və güləş zalları ilə bağlı işlərin davam etdirilməsinin vacibliyini də qeyd edib. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm və bu 30 ilə yaxın müddət ərzində əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, ardıcıl şəkildə uğurlarımızın davam etməsi və gənc nəslin yetişməsi hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bugün
biz yenə də uğurlarla fəxr edirik. Görüş zamanı çıxış edən idmançılar qələbə təəssüratlarını bölüşüblər. Sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olan Turan Bayramov millimizin ardıcıl ikinci dəfə qitə çempionu titulunu qazanmasının qürurverici olduğunu deyib. O qeyd edib ki, bu uğur gələcək yarışlarda qızıl medal qazanmaq üçün böyük stimul verir. Avropa çempionatında layiqincə ölkəmizi təmsil etdik. Ardıcıl ikinci dəfədir. Avropa çempionu olur komandamız. Və sizin bizi qəbul etməyiniz bizim məsuliyyətimizi daha da artırır. Bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələn edəcəm ki, gələcəkdə qızıl medalda qarşımıza çıxım. Tiranadakı yarışda qızıl medal qazanaraq Azərbaycanın Yunan-Roma güləşi tarixində rekorda imza atan 4 qat Avropa çempionu Həsrət Cəfərov 4-cü dəfə qitənin ən güclüsü olmağın çətinliyindən və dövlət qayğısının onlara verdiyi məsuliyyətdən danışıb. Bildiyiniz kimi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu mənim ümumilikdə 4-cü qızılım idi və yarış həqiqətən də çox çətin keçdi. Azərbaycan Yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. 4 qat Avropa çempionu kimi və sizə bizi belə dəstəklədiyiniz üçün, bizə göstərdiyiniz diqqət və qayğı üçün sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun. Daha əvvəl 23 yaşadək idmançılar arasında Avropa çempionu olan Jalə Əliyeva bu dəfə böyüklər arasında medal qazanaraq uğurlarını davam etdirdiyini və qadın güləşinə olan diqqəti yüksək qiymətləndirdiyini bildirib. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə qarşınızda böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Prezident İlham Əliyev idmançıların xalça üzərində və xalçadan kənarda ləyaqətli davranışını xüsusi vurğulayıb. Çempionların cəmiyyətdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, bəzi Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı olan qərəzli yanaşmalara və hakim ədalətsizliklərinə toxunaraq idmançılarımızı hər bir vəziyyətdə təmkinli və ləyaqətli olmağa çağırıb. И даже когда bывают судейские ошибки или же несправедливости. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur. Biz bunu Azərbaycan idmançılarına qarşı yalnız güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. Görüşün sonunda dövlət başçısı milli komanda üzvlərinə gələcək yarışlarda yeni uğurlar arzulayıb və idman ənənələrinin nəsildən nəslə ötürülməsinin vacibliyini xatırladıb. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.